Bakı şəhəri Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Əlavə məlumat veriləcək. Qeyd edək ki, bəzi media resurslarında Alov zavodunda partlayış yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil. Mən gözüm o zaman buradan evə getməyəcəyim. Sonra mən də sizə kömək eləyəmiş. Deyə bilərsən pancarım niyə gəlmir? Yok, hamısı ətrafda qalanlardır. 2 dənə güclü partladı. Ondan sonra yavaş-yavaş partlayıb arasa düşdü. Şəxsdən yazım, mən cavablandıracam. Gelin, gelin, gelin.